Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Ya Allah. Deməli dostlar, bu gün sizə təqdim edəcəyim xanım hansı ki o xanımdır ki, mənim fəxr eləyəcəyim bir insanlardandır. Nəyə görə? Biz bunu 4 il bundan öncə reabilitasiya mərkəzinə yerləşdirmişdik və orada müalicə alıb çıxıb 4-cü ilidir ki, artıq sağalıb, sağlam həyat yaşayır və istədim ki, bu videonu təqdim edeyim sizə. Motivasiya tipli bir video olsun ki, insanlar baxsın, xəstələr, ən əsas da xəstələr, narkomaniyadan əziyyət çəkən xəstələr baxsınlar ki, sağalmaq olur, narkotiksiz yaşamaq mümkündür, fərqi yoxdur. O demək deyil ki, 4 ildir yaşayır. Bu bilmək olmaz 10 ildə yaşaya bilər, bilmək olmaz sabahların başına hadisə gələr, həyatını itirə bilər. Əsas odur ki, bugünkü gün 4-cü ilidir ki, narkotiksiz həyat yaşayır, sağlamdır, nə içki içir, nə qumar oynayır. Proqramın, 12 addım proqramının tövsiyə elədiyi qayda qanunlara əməl eləyirsiniz, eləmi? Bəli. Necəsən Ayşən? Yaxşıyam, yaxşıyam. Nə var, nə yox? Şükür Allah. Sevinirəm. Sizinlə mən fəxr edirəm. Sağalan insanlarla əziyyətimizi yerdə qoymamısınız. Yəqin bilirsən də sənin sağalmağın üçün nə boyda əziyyət çəkdim, hansı ki bəzi məsələlər oldu. Bilmirəm, o da həbs olunurdu, işindən azad olundu, işini itirdi. Bilirsən də nəyə görə? Yəni mən sənin üçün, sənin kimi insanlar üçün, sağalmaq istəyən insanlar üçün əlimizdən gələn hər şeyi eləyirik. Yetər ki siz ayıq qalın, əziyyətimizi itirməyin. İnanma doğru gedirik hər zaman kimi. İnşallah ki, hər zaman da belə gedərik. Görürsünüz də dostlar, arxa fonda da bizim əvvəlki 4 il, bundan 3 il, 4 ilə yaxın olar öncəki kadrlarımız gedir. Ayşəni ilk gün apardığımız Elgiz Alxanovla bir yerdə aparmışdıq reabilitasiyaya. Elgiz Alxanovun reabilitasiyasında sağalmışsınız da. Həmin o kadrlardır. Fonda qoymuşam, izləyicilər həm görsün, həm də baxsınlar. Ayşənin pis günləri idi, müraciət eləmişdi. Və Elgizlə Allah qapısını açsın, bir yerdə getdik. Narkotikin bataqlığından xilas elədik. Və Ayşənin acısı... Arıq idi, nə onda? Çox arıq idi. İstifadə edir. Baxırsan heç o kadrlara? Baxıram. Atırlar, baxıram. İndi deyirlər, dəyişilmişsən, çox dəyişilmişsən. Onda pis gündə idim, istifadə edirdim. Bilmirdim nə deyirdim, nə danışırdım. Sən nə istifadə edirdin? Hansı narkotik vasitələrdən istifadə edirdin? Hamısından istifadə eləmişəm. Neçə il eləmişsən? Neçə yaşından deyin? 14 yaşımdan eləmişəm, 8 il eləmişəm. 8 il. 14 yaşından. İndi yaşın neçədir? 27. 27, 4-cü ildir ki, ayıqsan. Bəli. Narkotik mənə uçurum verdi, ailəmdən söz-söhbət yaradırdı ancaq. Günahlandırırdım hamısını. Çəkirdim, istifadə edirdim, gəlirdim evdəkilərdən dalaşırdım. Deyirdim, siz məni bağla saldınız. Sizə görə hər şey oldu. Amma onun səbəbkarının hamısı özüm idim. İndi insan istifadə eləmirəm, fikirləşirəm ki, onların hamısı səbəbkarı mənim. Evdəkilər yox. İnsan istəsə ata bilər. Mən bu dəqiqə reabilitasiya keçmiş insan olaraq sağalıb çıxmışam, ayığam 4 ildə. Nə günahlandırma var, nə bir şey var. Ancaq özüm baxıram, sağalmama davam edir. Sən bir analiz eləyirsən ki, artıq bu 27 yaşındakı mən niyə narkotika əl atdım? Səbəb nədə görürsən 14 yaşında narkotika addım atmağın? Özbaşınalıq. Özbaşınalıq gətirdi, çıxartdı məni narkotika. Sonra evdəkiləri günahkar bildim ki, mənim bala siz saldınız. Siz bəlkə də mənim bala salmasaydınız, mən bir şey eləməzdim. Amma onun səbəbkarı mən idim. Özbaşınalığa gedən yolda mən idim, gedirdim. Özbaşına niyə olmuşdun? Valideynlərin var idi sənin? Var idi. Amma yenə də özbaşınalıq eləyirdin. Amma yenə də özbaşınalıq idi. Getdin özbaşınalıq eləyib hansı kruqa qoşurdun? Qızlar elədi. Azad həyat yaşamaq üçün yol gedirdim ondan sonra başladı. İstəyirdim ki, mən də azad yaşayım, bəzi qızlar kimi
yaşayım, istədiyim kimi yaşayım, geyinim, keçinim. Ona görə də ki, çox günahlandırırdım. Amma indi hazırda özümü günahlandırıram ki, o şeyləri mən yaşamazdım. Eləməzdim, olar düşməzdim. Narkotik ilk dəfə sənin kim təklif eləmişdi, Ayşən? O yaxın adam var idi, o eləmişdi. İşçilərdən biri idi, bir yerdə işləyirdi ondan. Hansını təklif eləmişdi ilk dəfə? Patı. Patı, elə birbaşa patıdan. Hı. Elə insanın da özünə, dostlar, onu da qeyd edeyim ki, nə eləyirsə yaxın eləyir, hə Ayşən? Bunu sən daha yaxşı bilirsən, proqramı keçmisən, müalicə almısan 6 ay. Bəs indi nə işlə məşğulsan? Bax, 4-cü ilində sağalırsan, ayıqsan, sağalmısan, çöldəsən. Reabilitasiyaya gedirsən? Reabilitasiyaya getmirəm, amma ki, bacardığım qədər orada mənim keçirdiyi dərsləri mən çalışdığım qədər həyatda realda keçirməm öz-özümə. Yəni qruplara falan heç nəyə getmirsən? Mən hazırda uzaq yerdə qaldığıma görə imkan deyil getməyim. Bura gələndə buradan gedə bilirəm. Naxçıvanda yaşadığıma görə gedə bilmirəm. Qruplara gedə bilmirsən? Yox. Onlayn da getmirsən? Ondan belə Fatimə xanım var. Ona çoxlu öpürəm buradan. Çox istəyirəm də xətrinə. O məni keçir. Özümü bir damcı pis təsir eləyəndə nə isə sırası Fatimə xanıma deyirəm. Fatimə xanım mənə deyir nə etmək lazımdır. Avtomatik Fatimə xanım dediyini mən əməl edirəm. Yəni kömək istəyirsən də kömək telefon istəyirəm. vasitəsilə. Bəli. Sən Qaçmıram yana. O hərəkətdən qaçmıram, kömək istəyirəm. Köməyivə çatır telefonla kömək Bəli. istəmək. Bəli, çox çatır. Bax, bu 4 il ərzində sənə təklif eləyənlər olub ki, gəl, ala bir dənə dadına bax, boş. Çox eləyənlər o TikTokda səhifədə yazırlar, yığırlar, haçan gələcəksən, haçan getdin, nə vaxt gəldin, ayağa saxla, otura. Oxumadan blok atıram. Səssiz atıram, blok atıram. Nömrəmi də dəyişmişəm. Ailə sferaların, ailə problemlərin bərpa olunub. Hamısı bərpa olub inşallah. Oğlum da yanımda, anam da yanımda, bacım da yanımda. Sən oğlunu deyəsən, biraz oğlun haqqında danış. Kimə vermişdin uşağı, övladı? Başqa bir ailədə idi. Evdən çıxanda vermişdim başqa ailəyə. O saxlayırdı. Götürmüşəm. İndi artıq özün baxa bilirsən, analıq eləyə bilirsən. Bəli, götürmüşəm özümdə. Analıq eləmək hissi necə bir hissdir? Çox gözəl bir hissdir. Yanımda olsun bəsdir. Ailəm bu gün-gündə mənə dəstəkdir. Hər addımda mənə dəstəkdir. Ailə üzvlərindən kim var? Anam, atam, bacım, Hamısından oğlum. yüksək səviyyədə. Bəli, hamısından danışıram. Gəlirəm, gedirəm, hamısı da gəlirlər mənim yanıma gedirlər. Bəs narkotik sənə daxili orqanizmində hansısa problemlər verib, fəsadlar verib? Stres verirdi, əsəb verirdi. Ailəmdən dalaşırdım, anamla üz çevirirdim. Danışmırdım, evdən çıxırdım, fəsadları olurdu. Nifrət eləyirdim evə qarşı hər bir şeyə. Öz birinci gəlib götürdüyünüz gündə hamısına deyirdim ki, sizə nifrətim çox böyükdür belə, amma hazırda elə fikirləşmirəm. Qeyd edeyim ki, istəyirəm özün də vurğulayasan ki, yəni Ayşənin müalicə aldığı reabilitasiya mərkəzi hazırda fəaliyyət göstərmir. Çünki rəhbərliyi həbs olunub, Elgiz Alxanov. Bu orada olan bir çox özünün xəbərin var da, müalicə alan qadınlar sırıfdadır bu dəqiqə istifadə edirlər, eləmi? Sırıfdır. Sırıfdadırlar, amma sən sırıfda deyilsən. Yox. Halbuki sənin sırf eləmək, yenidən narkotik istifadə eləmək şansın %90 idi. Bəli, bu dəqiqədə istəsəm gedib eləyərəm. Yazanlar da var. Blok atıram sadəcə. Nə ilə şeytan deyib blok atıram. Fatimə xanıma yığıram. Ondan sonra personallarımız ki var idi, onlara yazıram, yığıram, telefonda danışıram. Onlar mənə deyirlər nə etmək lazımdır. Yəni buradan da deyirəm, boş-boşuna səhifədə belə yazmayın, yığmayın. Oturağın, haçan gələcəksən. Həyatımda insan var, çox dəstəyi var mənə, çox dəstəyi var. Bu gündə mənə. Həyatında belə deyəndə sevdiyin insan var. Bəli. Dəstək olur. O Çox istifadəsi dəstək. deyil ki. Yox. Yəni, Çox dəstək eləyir. şükür Allaha, buradan həmin o insana təşəkkür edirəm ki, dəstək olur. Amma xahiş edirəm ki, sonuna qədər olsun da. İndi tanımıram kimdir, bir hansısa bir qardaşdır. Sona qədər yanında olsun. Qoymasın da
çevrədən, cızıqdan çıxasan. Bəs Ayşən, belə deyim də, pulu qazanırsan da, işləyirsən, bildiyim qədər. O pulu sən qaydasında xərcləyə bilirsən, yoxsa dağıdırsan sağa sola? Yox, dağıtmıram. Evim var, anama da atıram, oğluma da atıram. Oğlum məktəbə gedir, o məktəblidir. Belə özüm ev pulu, kira pulu orada qaldığımıza görə belə hər bir şeyi təmin olunur. Aya bilmək olar təxmini nə qədər gəlirin olur? 900 olur. 900 manat. Bəli. Sağalan narkoman uğura məhkumdur. Bir uğurlarından danış görək nələr əldə eləmisən. Bax, dayandırdın, stop elədin, sağaldın. Mənim ən böyük həyatdakı indi uğurum ailəmin mənim yanımda olmalıdır. Oğlumun mənim yanımda olmalıdır. O məni bəs edir. Və sevdiyim insan mənə dəyər verib mənim yanımda olmalıdır. Bunlar ən böyük dəyərdir mənim üçün. Və insanlar səni bilirlər ki, sən əvvəl narkotik istifadəçisi olmusan, indi sağalmısan. Görürlər, çox tanış gəlirsən, sən hardansa tanıyıram deyirlər. Deyirəm, onları insanı hardasa görə bilərsən, tanıya bilərsən ya da oxşada bilərsən. Amma biləndə ki, sən sağalmısan, sənə dəstək olurlar, deyirlər ki, halal olsun sənə Ayşə. Deyirlər. Eləsi var, sırası tanıyır, deyir halaldır sənə ki, bu gün içində sən sağalmısan da addım atmısan. Story dilərzində hansı addım elə olub ki, səni əsəbləşdirib, bezdirib, demisən ki, gedirəm, geyim istifadə eləyəcəm, narkotik çəkəcəm, olub elə bir? Yox, o şeylər yoxdur. Story dilərzində elə şey olmuyor? Yox. Demişəm əslində, əsəbləşəndə, nə isə əsəbləşəndə demişəm ki, o şeydən çıxmışam da, oturub fikirləşəm. Təzədən qayıtsam görəsən nə olar? Bu şeyi fikirləşmişəm. Bacımı oturub, bacımla danışıram, deyirəm, təzədən qayıtsam nə olar? Bacım deyir, təzədən qayıtsan, ondan da betər olar da, yəni sənin üçün həyat. Dağım olarsan. Bacım böyükdür səndən? 24 yaş var. O istifadəçi olmuyor. Yox. Sən bugünkü gün bizdən kömək istəməsəydin, sonun necə olardı səncə? Bir oturub düşünmüsən? Son çox betər olardı. Nələr gözləyirdi sən? Hansı etaplar? Ölüm də gözləyə bilərdi, həbs də gözləyə bilərdi. Çox pis yerlər gözləyə bilərdi. Bataqlığı gözləyə bilərdi. Mən sağalmışamsa, 4 ilim ayıqımdırsa, mən yox, məndən yaxşılar bacara bilər. Ayıq qala bilər. Heç kim zəif deyil, yəni güclüdür. İnsan bacarsa hər şey əldə edə bilər. Bacarsa yoxsa istəsə? İstəsə, bacara bilər. Nail ola bilər o şeylə. Maraqlı bir hekayə danışım. İstifadə etdiyim vaxtlarda mamam bilmir onlar nədir. Evə o bir şey gətirmişəm, istifadə edirəm. Mamam mənə deyir, besoğu nə edirsən sən? Mama deyirəm, mama işim var da bununla. Deyir, nə edirsən də? Deyirəm, lazımdır da. Mamam da bilmir o bir şey. Bacım o yandan gəldi, dedi ki, mama, o pesoq deyil, nə də tuz deyil. Onun adı var, narkotikdir. Mamam da deyir, belə narkotik olur, mən bundan mürəbbə bişirirəm də və yox, dedi, filan da narkotikdir. Mamam birinci ağladı, oturdu. O şey, yatdım gecəsi, səhər durdum ki, narkotikim yoxdur. Bacım durdum ki, narkotikimi götürüb tullayıbdı. Durub axtaranda o yox idi. Bacımla dalaşırdım, qırğına çıxırdım. Niyə tullayırsan mənim narkotikimi? Mən görürsən ki, üzürüm çəkirəm, ağrıyıram. Bacım deyirdim, mən sənə biz lazımıq, yoxsa narkotik lazımdır. Mən deyirdim ki, mənə narkotik lazımdır bu dəqiqənin özü. Amma indi özü deyirəm ki, mənə ailəm lazımdır. Sağlam addım lazımdır. Başqa heç nə yox. Gənclər, hansı ki, yeni istifadə eləyirik, Ayşən, sənin kimi cavan qızlar, 14, 15, həvəsə, Ayşə, onlara nə demək istəyərdin, o üzvü tutub nə demək istəyərdin? Belə deyəndə, rozvi perioddadılar, gizlədirlər hələ ailələrinə, onlara nə demək istəyərdin? Məncə sağalsınlar, sonu yoxdur, vallahi yoxdur sonu. O şablon sözdür də, sağalsın, sonu yoxdur. Doğrudan yoxdur da. Nə addım atsın, nə eləsin, qızdır, məsəl üçün, eləyir,
Qorxur ki, atasına deyəcək, atası bunu çırpacaq, atası bunu başlayacaq danlamağa. Hansı addım atsın, neynəsin? Mənim kimi addım aslında. Mən qorxurdum. Mən birincisi marketdə görəndə bacıma dedim, mən yaxınlaşım ona. Çox pis gündə idim, əziyyət çəkirdim. Dedim, yaxınlaşım, bir dənə deyim ki, sağalmaq istəyirəm. Bacım qoymadı, utandı. Mən evə gəldim, prosto addım atdım. Səhifənizdə girdim, axtardım, sizə müraciət elədim. Siz də mənim kimi addım atıb sağala bilərsiniz. Yəni. Bayaq sən üzü açıq çıxdın çəkilişə elə. Belə deyim də, həyatının sağlamlığı üçün bu risk elədin. Risk eləməsən sən sağalmayacaqdın. Amma elə qızlar var ki, istəmir də nəsil nəcabət bilsin. Onu neynəsinlər bax. Mənə də maraqlıdır ki, ata bilsə pis olacaq, ailə bilsə, cəmiyyət bilsə pis olacaq. Qalıblar məcburiyyətsizlik qarşısında ki, davam eləyirlər. Nə tövsiyə verərdin onlara? Nə gözləyir onlara? Evdəkilər bilməsə, çox pis şeylər gözləyər də yəni onları. Doğrudan pis şey gözləyər. Ölümə də apara bilər, həbsə də apara bilər. Vaxtında evdəkilər nə deməz, həbsdən səslə sırağa gəlsə, onda bəlkə lap pis olar. Valideynləri onlardan istəyirlər. Yəni desinlər ailə üzvlərinə. Əlbəttə ki, mənim kimi desinlər. Acı da olsa desinlər ki, mən narkotik istifadə edirəm, Acı atağım. da olsa həqiqətdə deməlilər. Bugünkü gün istifadə edənlər 4 ilə əvvəllər nisbətən baxanda çoxalıb, azalıb səncə? Çoxalıq. Çoxalıb. Şahid olursan sən buna. Şahid olmam. Çoxalıq. Bacardığım qədər də uzaq qaçıram, gəzirəm. İstifadə edənlərin yaş aralığı neçə olar səncə? Yəni gənclər çoxalıb. Gənclər çoxalıb və istəmərəm nə yayır olsunlar. Keçmiş alım, indiki alım. Dəyməz, yəni narkotikə görə özlərini məhv eləməyə dəyməz. Mən narkotik hər şeyi dəyişmişdim. Valideynimə belə dəyişmişdim. Narkotik mən öz əzizim bilirdim, valideynim bilirdim. Nifrətim böyümüşdü də evimə. Evdən çıxırdım, evə gəlmirdim. Narkotiki seçirdim. Canını qurtardın da. Yaman qurtardın ha. Kəfəni cırdın nə yaşan. Anam yanımda, ailəm yanımda, sevdiyim insan yanımda, dəstəkdilər hamısı mənə. Bundan başqa heç bir şey istəmərəm də bu dünyada. Ev istəmərəm, maşın istəmərəm, dövlət istəmərəm. Hamısını boş şeydir də yanımda. Ailəmi düzəltmişəmsə mənə bəsdir. Yanımdadılar mənə bəsdir. Oğurluq eləmirsən narkotikə görə? Eləmişəm. Nə oğurluğu, hardan, nəyə məcbur olmusan? Evdən uğramışam, nə bilim. Qızgilə gedirdim, qızgillərini götürdüm. Nəsə mamamın qızıl var idi, qızılını götürdüm, satırdım, narkotikə verirdim. Mamam soruşanda deyirdim ki, bilmirəm. Mən sənin qızılına qalmamışam ki, evdə qırğına çıxırdım. Narkotikə görə nələr edirdim. Ondan pul almaq, allatmaq, bundan allatmaq. Olur da. Alladırdım, çox narkotikə görə adam alırdım, pul alırdım. Bir gün atacağım, sabah atacağım, bu dəqiqə mənə pul lazımdır. Yarım saat mənə pul gəlir, sənə pulunu qaytarıram. Deyirdi, yaxşı atırdılar. Gördülər ki, Ayşə blok atıb. Mənə də alır. Bəs sən içki məclislərinə dəvət edirlər. Məsələn, gəl iç 100 qram pivə iç, nə bilim viski iç. O qədər olur, o qədər olur. Gəl oturaq, sən qonaq verəcəm, yemək, içmək. Yox deyirəm. Sadəcə yox. Həm də yaza bilməzlər, nömrəmi dəyişmişəm. Səhifədə elə olur ki, yazırlar. Oxuyuram, blok atıram. Sən indi yoxlatmısan özünü, qanını, daxili orqanları,
problem yoxdur, hepatitin. Yox, heç bir şey yox. Tip 2 çapçama kimi var. Tip 2 çapçası. Tərtəmizsən də. Tərtəmiz. Bəs qaraciyərin falan. Hamısı tərtəmiz. Tərtəmiz. Müalicəyə getdim, müalicə aldım. Sistem qoşdurdum. Həkim müalicələri yazdı, onları elədim. Şükür Allaha bu işin. Bugünkü gün bəs səni nə apara bilər istifadəyə? Heç nə apara bilməz. Qabaq deyirdim, anamın ölürsə, onu da apara bilər. Öz-özümə belə şeylər deyirdim. Anam ölsə, bacım da anam kimi çox istəyirəm. Bacım ölsə apara bilər. Heç nə apara bilməz də. Amma indi ki, özümdə deyirəm, apara bilməz heç nə. Heç nə səni məcbur Heç nə apara eləməz. bilməz. Yox, belə son necə yəni ki, sən istəmirsən, istək gəlmir. Gəlmir 1 istəmir. qram da gəlmir. Yaddan çıxır da. İstək gələndə mən yığıram reabilitasiya mərkəzinə. Fatimə xanım mənə deyir. Bunu Nə belə eləmək lazımdır da. Və ona görə sənə təşəkkür edirəm ki, sən nəyə görə sən ikinci dəfə bu sağlam vəziyyətində hansı ki insanlar içindəsən, çıxmısan, ürəkli müsahibə verirsən, üzü açıq, deyirsən ki, mən sağlamam. Mən əvvəl narkotik istifadəçi olmuşam, bugünkü gün isə Sağlamam. sən halal olsun. Vallahi. Günə gündəydin. Həmin vaxt patiyə nə qədər pul verirdin? Vallahi bu narkotik elə bir şey ki, pulsuz gəlib səni tapacaq. Bu videoda da o sözü demişdim ki, o narkotik gəlib səni tapacaq. Oturduğun yerdə gəlib səni tapacaq. Qızlara azaddır, oğlanlara çətin. Qızlar üçün tapmaq asandır. Qızlar üçün onu da deyim ki, müalicədən çıxandan sonra qalmaq da çətindir, oğlanlara asandır. Hə? Çıxanda mənim üçün çox çətin idi. Ətrafıma baxırdım, qonşuya istifadə elədim insanlar. Dedim, yox, bacaracam. Bacaracam. Bacardım. Maşallah, maşallah, maşallah. Övladın narkotik istifadəçisi olmaması üçün onun həyatında hansı addımları atırsan, atacaqsan, nə edəcəksən, onu necə qoruyacaqsan? Qoruyacam, addım atacam, yanında olacam, dəstək olacam, sirdaş olacam, dost olacam. Belə. İstəmirəm, nə sir olanda qeyb ki, məzədirsən. Onunla elə bir dostluq yaradaram ki, ana bala yox. Bildiyin dost. Bir şey olana gəlsin mənə desin ki, filan kəs belə elədi. Filan şey belə oldu. O gəlsin mənə desin, mən onu deyim, nə addım at. Nə atmaq olar. Amma səndən belə dostluq olmayıb da ailə üzvləri. Yox. Gərək ana ilə övlad, ata ilə dost olsun. Dost olsun ki, gərək bir şey olanda gəlsin desin. İndi o qədər zaman istifadəçilər var ki, ailələrində o qədər bir şey var ki, qorxularından gəlib anasına deyə bilir, atasına deyə bilir. Ona görə problemlər böyüyür, öz başlanığa gəlib çıxır. Ona görə də ay cavanlar, qızlar, əsas da qızlar, qurban olum, xahiş edirəm, yalvarıram. Nəsə olanda həyatınızda gəlin deyin anavıza. Görürsünüz anavızla münasibətiniz yoxdursa atavıza deyin, atavızla yoxdursa bacınıza deyin, elə deyin, amma saxlamayın o pis addımı. Uçuruma aparır. Ona görə ki, valideyn uşağınla dost olmalıdır, sirdaş olmalıdır. Qıraqdan kimsə nəsə təklif eləyəni gəlib onu səni deməlidir. Mən qorxumdan gedib deyə bilmirdim ki, filan kəs mənə bu söz dedi, filan kəs mənə sirrini açdı, filan kəs mənim yanımda bu şey elədi. Filan kəs vaxtı ikən mənim yanımda o şey eləməsəydi, mən evdə qorxmasaydım, gəlib desəydim, bəlkə də o yolun yolcusu olmazdı. İnsan qorxudan o hallara düşür. İnşallah belə bir tədbir keçirəcəm. Plan qurdum ki, Naxçıvanda orta məktəblərdə görüşlər keçirək, elə sənin özünlə bir yerdə, hə? Şagirdlərə gedək. Əvvəl, indi maarifləndirici bir gözəl bir tədbir keçirək. Narkotika birlikdə yoxdur. İnşallah. Varsan bu yolda, Varam. bu addımda? Varam, axıra kimi varam. Allah qoysa, sən də elə axıra kimi də belə ayıq qalayırsan. İnşallah.
Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmiz 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorunun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.